Salam əziz və dəyərli müştərilər, bir-birindən gözəl zavod və podzavod mallar gətirmişik. Hər birini sizə təqdim etmək istəyirəm. Deməli, bu gördüyünüz 7 gözəl sırğadır, 750 yardadır. 1976-cı il indi 6,6 qram çəkisi var, 2 karat brilyantı var. Bu gördüyünüz malsa demək olar ki, işlədilməyibdir. Çox möhtəşəmdir. 18,5 qram 1987-ci ildir. Bakı zavodudur əlbəttə ki. 12 qaş zümrüd komplekt. 4 karat brilyantı var. 583 əyardadır. Bu gördüyünüz mal da 7 gözəldir. Zavoddur. 750 yardadır. 13,67 qram çəkisi var. 1980-ci ildir. Çox möhtəşəmdir. Əlbəttə ki, hamısının göstərdiklərimin qaşı Sibir brilyantıdır. Bu gördüyünüz mal da 7 gözəldir. Sadəcə podzavoddur. Zavod deyil. Yəni nə zaman istehsal olduğu dəqiq bilinmir. Qaşları əlbəttə ki, mükəmməldir. Zəmanət veririk. 12,68 qram 750 yarda 3 karat 23 sot brilyantı var. Daha bir sırğalar göstərmək istəyirəm sizə. Bağçasaray sırğa. Bağçasaray sırğa Yerevan zavodunun olubdur. 6 qramdır. 1975-ci ildir. 2 karat Sibir brilyantı var əlbəttə. Bu gördüyünüz malsa belə xüsusi bir adı yoxdur. Moskva yubileyli zavoda aiddir. Biz buna belə moruq sırğa deyirik. 4,4 qramdır. 1988-ci ildir. 83 əyarda 40 sot Sibir brilyantı var. Bu da Moskva zavodunundur. Bu da Sibir brilyantıdır. Üstü ağ işləməli. 5,87 qram 583 əyar 1988-ci il. Bu malımızın belə deyim adı Moskva pambığı deyirik bu mala. Bu da gözəl maldır. Bu gördüyünüz malsa brilyant deyil, almazdır. 5,31 qram 583 əyar. Qədimi maldır, amma yəni istehsal tarixi məlum deyil. Daha 2 ədəd bilərziyimiz var. Podzavoddur, əldə qayırmadır bu bilərziklərimiz. Reket 20 qramlıq. Tərtəmiz 20 qramdır. Qramı 100 manatdır. Bu gördüyünüz də reketdir. Bu da podzavoddur, əldə qayırmadır. 2 üzdüdür. Birinci üzündə belə ağ, daha doğrusu yaşıl bəzəklər qoyulub, digər üzündə isə sadə 2 dənə elə bir reket bilərziyin birləşməsidir. 11,1 qramdır. Qramı 98 manatdan. Daha 2 ədəd sırğamız var. Bunlara el arasında şəbəkə sırğalar deyilir. 4,94 qram. Hər ikisi 583 əyardadır. Belə firuzə qaşı var xırda və 6,72 qram biraz daha böyüyü var. Sonda isə belə podzavod, qara minalı bir boyunbağımız gəlibdir. Üzəri brilyant qaşla işləməli. Kənarları isə sümbül sep belə deyim kəsilib ona yapışdırılıb.